Sabahınız xeyir olsun değerli izləyicilərimiz, xoş gördük sizləri. Məşdağı Çiləgəl yolunda, belə deyək, Məşdağı Buzovna yolunda, Kisotyanın torpaq sahəsinin üzərində yerdən 6 daş gülçülü, qoşa daşdır. Bir zal, 3 yataq, 1 mətbəx, 1 sanuzeldən ibarət həyət evimiz çıxıb satışa. İnşallah həyətin təqdimatını eləyək, sonra evin içərisini sizə təqdimatda tam, daha izah edib, başa sağ təqdim edəcək. Evin sağ, sol tərəfində keçidi var və şəxsi tikilidir, kommunallar da var. Sadəcə qeyd etdim ki, bir abo işi, aboya ehtiyac var. İnşallah həyəti göstər qardaşım, giriş hissəsini göstər. Əlavə betondan gördüyünüz kimi Türkçəndə də var. İnşallah keçirik evin içərisindən təqdimatını və fikir verin, suyun axıntısı üçün də turba qoyulur və köhnə bələdiyyədir. Qiymət 67.000 manatdır və reallıq olsa endirim olacaq. Görəkçinlərdir ki, qardaşın Allah malının bilişinə bərəkət versin. Bu bizdə əvvəldən hobbidir. İndi izləyicilərimiz indi tanıyanlar yəqin ki biləcək. Mən uşaqlığımdan yəni bunun həvəskarıyam. İndi də saxlayıram. İnşallah keçək evin təqdimatını eləyək sizlərə. Gəl qardaşım. Sanuzeli buradadır. Keçək evin içərisini göstərək. Və koridordur gördüyünüz kimi, koridordur. Koridordan ayrı-ayrı otaq. Gəl qardaşım zalı göstərək. Və qeyd etdiyim kimi yalnız bir aboya ehtiyac var. Zalını göstər zəhmət olmasa. Və yataq otaqlarını təqdim edəcəm. Bir yataq otağımız buradadır. Bunu da təqdim edəcəm zəhmət olmasa. Bir yataq otağımız buradadır. Bunu da təqdim edəcəm zəhmət olmasa. Və bir yataq otağımız da buradadır. Bir müəyyən səbəblərə görə sizlərə təqdim edə bilmirik. Və qeyd etdiyimiz kimi bir zal, 3 yataq, 1 mətbəx, 1 sanuzel. Burada mətbəxidir. Və sanuzelini də göstərək qardaşım zəhmət olmasa. Sanuzelini də təqdim elə. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məşdağı Buzovna yolundadır. Kisotyanın torpaq sahəsinin üzərində şəxsi tikilidir hər iki tərəfdən. Qoşa daşdır. Bir zal, 3 yataq, 1 mətbəx, 1 sanuzeldən ibarətdir. Sənəd köhnə bələdiyyə kommunallar tam qaydasına qiymət 67.000 manat. Reallıq olan ev sahibi tərəfindən endirim olunacaq və səhifəmizi izləyib Məşdağı Əməkdaşlar və Rəhbərliyindən sizə dərin təşəkkürümüzü bildiririk.